Azərbaycan televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyəti üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb. Unikal xəbər verir ki, bu Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb. Qeyd edilib ki, audit nəticəsində Azərbaycan televiziyası qapalı səhmdar cəmiyyəti tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əmək haqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə ümumilikdə 26 milyon manat, o cümlədən 2023-cü ildə 11,3 milyon manat, 2024-cü ildə 11,6 milyon manat, 2025-ci ilin birinci rübündə isə 3,1 milyon manat yol verdiyi müəyyən edilib. Bu əmək münasibətlərinin mülki hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması, işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.